Herkese salam. Bugün sizlerle ağızda əriyən, çox ləzzətli, dadından doymayacağınız bir şirniyyat resepti bölüşəcəm. Videonu indidən yaddaşa verməyi unutmayın. Qazana 2 stəkan süd, yarım stəkan şəkər tozu, 3 xörək qaşığı kakao və 3 xörək qaşığı unu əlavə edib qarışdırırıq. Qazın üzərində astaxodda dayanmadan qarışdıraraq qatlaşana qədər gözləyirik. Qatlaşıb bişdikdən sonra isə üzərinə 50 qram kərə yağı əlavə edirik. Kremimiz artıq hazırdır. Kremi soyması üçün bir kənara qoyuruq. Digər tərəfdə isə bir qaba 4 ədəd yumurta, 1 stəkan şəkər tozu və 1 paket şəkərli vanilin əlavə edib mikserlə ağarana qədər qarışdırırıq. Üzərinə 1 stəkan duru yağ, 1 stəkan süd, 1 stəkan un, 3 xörək qaşığı kakao və 1 paket qabartma tozunu da əlavə edib təkrardan qarışdırırıq. Hazırladığımız kütləni yağlayıb unladığımız soba listinə əlavə edərək əvvəlcədən isidilmiş 180 dərəcəli sobada bişiririk. Bişməsini çöp ilə yoxlaya bilərsiniz. Biskviti 2 bərabər hissəyə bölürük. Kənar hissələrində bıçaqla kəsib bir kənarda saxlayırıq. Biskviti süd ilə islatdıqdan sonra isə hazırladığımız kremi əlavə edirik. İkinci qatını da həmçinin üzərinə əlavə edib süd ilə isladıb kremini əlavə edəcəyik. Sonda isə kənarda saxladığımız qırıntıları da ovuntu halına gətirib üzərinə əlavə edirik. İstəyə görə bəzəyə bilərsiniz. Bu resepti hazırlayıb bəyənəcəyinizə çox əminəm. Süfrələrinizin bəzəyinə çevriləcək bu şirniyyatı siz də mütləq hazırlayıb dadına baxmalısınız. İndidən hazırlayan hər kəsə nuş olsun. Hələlik!